Salam, hörmətli dinləyicilər. Mən bugün sizə Güvən nəşrlərinin 2 noyabr 2025-ci ildə keçirdiyi buraxılış fənləri üzrə sınaq imtahanı riyaziyyat fənninin suallarının izahını verəcəm. Diqqətlə qulaq asın. 61-ci sualdan başlayaq. Deməli, 3 ədədin birincisini 2 vaid, ikincisini 4 vaid azaltdırlar. Üçüncü ədədi neçə vaid artırmaq lazımdır ki, alınan 3 ədədin ədədi ortası 1 vaid artsın. Birinci ədədimiz deyək A üstəgəl B üstəgəl C. Ədədi orta bilirik ki, toplayıb 3-ə bölürük, bərabərdir. Birinci ədədi 2 vahid, A çıx 2, üstəgəl. İkinci və ədədi 4 vahid, B çıx 4. Azaltdılar. Deyir, üçüncü ədədi neçə vaid artırmaq lazımdır? C üstəgəl X. Onda deyir, 1 vahid artsın. Deməli, bu üçünün cəmi sonradan alınan 3 ədədin ədədi ortası əvvəlki 3 ədədin ədədi ortasından 1 vahid böyük olacaq. Onun üçün də biz bunun üzərinə 1 əlavə etsək və hər tərəfi 3-ə vursaq, 3 üstəgəl A üstəgəl B üstəgəl C, bu da A üstəgəl B üstəgəl C üstəgəl X, mənfi 2 çıx 4 edir, mənfi 6. Buradan A plus B plus C gedir. Mənfi 6-dan sonra keçsə, yəni x bərabərdir alır. 3 üstəgəl 6, cavab olur 9. Atanın 30 və oğlun 2 yaşı var. Neçə ildən sonra atanın yaşı oğlun yaşından 3 dəfə çox olacaq. Deməli, atanın 30, oğlun isə 2 yaşı var. Neçə ildən sonra deyəndə 30 plus x, 2 plus x. Hər ikisinin üzərinə 2x il gəlir. Neçə il deyirik, bilmirik. Deyir, onda atanın yaşı oğlun yaşından 3 dəfə çox olacaq. Oğlun yaşı 2 üstəgəl x, bunu 3-ə vursaq, bu bərabər olacaq atanın yaşına, yəni 30 plus x. Bu da 6 üstəgəl 3x bərabərdir 30 üstəgəl x. Buradan da 2x bərabərdir 30 çıx 6, 24. X də bərabərdir 12. Deməli, 12 ildən sonra atanın yaşı oğlun yaşından 3 dəfə çox olacaq. Növbəti suala baxırıq. Sinifdəki şagirdlərin 60% oğlanlar, oğlanların 5-də 2-si isə əlaçıdır. Sinifdəki qızların sayı 10 olarsa, əlaçı olmayan oğlanların sayını tapın. Deməli, 60% oğlan olanda 40% bunun olur qız. Və qızların sayı 10-dur. Deməli, bütün sinifin 40% qızdırsa, o da 10-dursa, onda 40% 10 nəfərdirsə, 100%, yəni bütün şagirdlərin sayını tapaq və yaxud da oğlanların elə birbaşa sayını da tapa bilərik. 60% də oğlan olur. Ona görə burada bütün sinifin sayını tapmasaq da olar. 60% çünki oğlanda x. Buradan da nə olur? 40 vur x bərabərdir 60 vur 10. X də bərabərdir 15. Deməli, 15 oğlan var. 15 oğlanın 5-də 2-si əlaçıdırsa, 5-də 3-ü də əlaçı olmayandır. Onda 15 vur 5-də 3, bu da elədir 9 nəfər. Deməli, 9 nəfər əlaçı olmayan oğlan şagird var. Sonra 64-cü sual. X çıx y bərabərdir 3, x vur y bərabərdir 2. X kub çıx y kub ifadəsinin qiymətini tapın. Müxtəsər mövzusunə görə biz x kub çıx y kub bərabərdir yaza bilərik. X çıx y-in kubu üstəgəl 3xy vurulsun x minus y. Bu da bərabərdir. X çıx y verib 3-ün kubu üstəgəl 3 vur 2 vurulsun yenə 3. Belədir 27, 9 vur 2, 18. Bu isə elədir 45. Cavab oldu 45. 65-ci sual. 65-ci sual isə 2 kiçikdir, x kiçikdir 6 olarsa, kökün altında 2 çıx x-in kvadratı üstəgəl 6 çıx x-in kvadratı kökün altında ifadəsini sadələşdirin. Biz bilirik ki, n-ci dərəcədən a üstə n olanda bu bərabərdir modul a-ya n cüt olarsa. Amma n-ci dərəcədən a üstə n bərabərdir a-ya n tək olarsa. Bu qaydaya görə buradan olacaq birinci
kökdən çıxacam. Modulda 2 çıx x üstə gəl modulda 6 çıx x. Modulda 6 çıx x bərabərdir. İndi x 2 6 arasında olduğu üçün birinci modda 2 çıx x, x 2 çıx x mənfi olur. Mənfi olduğu üçün, yəni x-a biz burada 3 versək mənfi olduğu üçün bu moduldan mənfi ilə çıxır. 2 çıxırsan x, ikinci isə müsbət olduğu üçün x-a qiymət verəndə və ya da 6 çıx x müsbət olduğu üçün elə moduldan olduğu kimi çıxır. Bu da bərabərdir. Mənfi 2 üstə gəl x üstə gəl 6 çıx x. Bu da bərabərdir. Müsbət 4. Cavab oldu D bəndi müsbət 4. 66-cı sual. Qonşu bucaqlardan birini 40% artırdıqda digərinə bərabər olarsa, bu qonşu bucaqlardan kiçiyini tapın. Deməli, qonşu bucaqlardan birinə x desək, birinə də y desək, bilir ki, qonşu bucaqların cəmi nəyə bərabərdir? 180 dərəcə. İndi deyir ki, birini 40% artırsaq. X-i 40% artırsaq, yəni x plus 0,4x, bu da olur 1,4x. Deyir, onda bu digərinə bərabər olmuş olur. Ona görə burada nə yazırıq? 1,4x bərabərdir y yazırıq. 1,4x bərabərdir y. Gətirib yerinə qoyduğumuz zaman x üstə gəl 1,4x bərabərdir 180 dərəcə. Buradan da alırıq ki, 2,4x bərabərdir 180 dərəcə. X da buradan alırıq 180 böl 2,4. O dedir 75 dərəcə. Deməli, x oldu 75. Bunlar da bizdən kiçiyini soruşur. Elə kiçiyini də tapmış oluq. Cavab olur B bəndi 75 dərəcə. 67-ci sual. A bərabərdir 2 üstü 3 vurulsun B 3 üstü n. B bərabərdir 2 üstü n vurulsun 3 üstü n. Əkub AB bərabərdir 2 üstü 4 vurulsun 3 üstü 5. Deməli, biz bilirik ki, əkubu tapan zaman ortaq olan və olmayan sadə vurğuların hasilidir. İndi A-da 2 üstü 3 var, B-də 2 üstü n var. Burada əkub ortaq və olmayan sadə vurğular olması üçün burada m-in yerinə 4 yazmalıyıq ki, əkubda biz 2 üstü 4 alaq. Burada isə B-də 3 üstü 4-dür, burada isə 3 üstü 5 olub. Deməli, onda n də burada 5 olub ki, yəni m oldu 4, n də 5 olanda m plus n 9. Yəni, qısaca olaraq belə deyə bilərik. Əgər əkub verilibsə, əkubda hər ikisində sadə vurğuların sayının çox olanını götürürük. Burada 2 üstü 4 isə deməli m 4 olub ki, çox olaraq 2 üstü 4 alınıb. Burada 3 üstü 5, 3 üstü 4 deməli 3 üstü 5 olması üçün burada 4 olsun. N-ə biz 5 verməliyik ki, 3 üstü 5 alınsın. 68-ci sual. Bərabər yanlış bucağın iki müxtəlif uzunluqlu hündürlüklərinin kəsməsindən alınan iti bucaq 54 dərəcədir. Bu üç bucağın təpədəki daxili bucağını tapın. Bərabər yanlış bucaq çəkirik. Deməli, iki müxtəlifdirsə, biri yan tərəfə çəkilmiş hündürlük, biri isə oturacağa çəkilmiş hündürlük olacaq. Bu aradakı bucaq 54 dərəcədir. Bu 54 dərəcədirsə, onda bura 180 çıx. 180 çıxılsın, bunu düzəldək. Bura 54 dərəcədirsə, 180-dən 54 çıxanda qalır 126 dərəcə. Onda 90, 90, 126. Onda burada olur 54 dərəcə. İndi bu düzbucaqlı üçbucaq olduğu üçün A, B, C, H. B, H isə düzbucaqlı üçbucaqdır. Və düzbucaqlı üçbucaqda iti bucaqlardan biri 54 isə, onda bu bucaq olacaq 36 dərəcə. Bu 36 olarsa, onda oturacağa çəkilmiş hündürlük həm tən bölən, həm də mediandır. Bərabər yanlı üçbucaqda oturacağa çəkilmiş hündürlük həm tən bölən, həm də mediandır. Ona görə burada olur 36 dərəcə. Və təpədəki bucaq, daxili bucaq isə 36, 36, 72 dərəcə almış oluruq.
69-cu sual. X çıxı ki, mötərizədə vurulsun x plus 13 bərabərdir x kvadrat üstə gəl 4 2 çıx 5 tənliyini həll edin. Bunun üçün biz bunu vurub mötərizələri bir-birinə vursaq x kvadrat çıxı üstə gəl 13x çıxılsın 2x çıx 26 bərabərdir x kvadrat üstə gəl 4 2 çıx 5. X kvadratlar islah olur. Bunlar bir-birini aparır. 13x çıx 2x elədi. 11x. 11x-dən 4x çıxdı, qaldı 7x. Mənfi 26-nı sağa keçsə 26 çıx 25 elədi 21. X də bərabərdir 3. Cavab oldu 3 Y bəndi. 70-ci sualda aşağıdakı çoxlardan hansı digərlərindən fərqlidir? Bunun üçün biz Euler-Venn diaqramını çəksək, burada göstərməyə çalışaq. Deməli bu A, B, C. A çıxılsın B. A çıxılsın B olanda bu hissə olur. Sonra A çıxılsın B-dən də C-ni çıxan zaman onda burada çıxır, sadəcə bura qalmış olur. İkinci B variantında qursaq, bu A variantı. İndi B variantını diaqramla göstərəsi olsaq. Deməli, A çıxılsın bu A, B, C. A çıxılsın C. A çıxılsın C bizə verir buranı. A çıxılsın C-dən də B-ni çıxar zaman onda bir dənə qalır bu hissə. Görür ki, bu göy hissə ilə bu qırmızı hissə uyğun olur. Yəni bunlar elə eynidir. Bunlar getdi. Cavab ola bilməz. Sonra C ilə D-ni yoxlayaq. Deməli, yenə diaqram çəkirik. Euler-Venn diaqramına görə göstərməyə çalışaq. A, B, C. A çıxılsın B ilə C-nin birləşməsi. B ilə C-nin birləşməsi burada hamısı getdiyi üçün A çıxılsın B ilə C-nin birləşməsi olan zaman onda sadəcə qalır bu hissə. İkinci diaqramda çəksək, diaqramla göstərək. A, B, C. A çıxılsın B. A çıxılsın B bizə verir bu hissəni. Sonra kəskin A çıxılsın C. A çıxılsın C isə deyəndə hara qalır? Deməli, A çıxılsın B oldu bu hissə. A çıxılsın C o da olur bu hissə. Və bu ikisinin kəsməsi ilə yenə bizə bu hissəni verir. Deməli, onda bunlar da eyni, bir-birinə bərabər olmuş oldu. Onda digərlərindən fərqli olan cavab olur Y bəndi. 71-ci sual. Burada isə vuruqları ayırsaq, deməli, A kvadrat çıx 3A üstə gəl 2. Toplayanda 3 vuranda 2, A çıx 2. Toplayanda daha doğrusu mənfi 3 vuranda müsbət 2, o da A çıx 2, A çıx 1. Aşağıda da mənfi 1-i çıxarsaq, buradan da A çıx 2 ala bilərik. Bunlar ixtisar gedən zaman A çıx 1 bölünsün. Mənfi 1 bu dedik 1 çıx A. Yəni cavab A bəndi. 72-ci sual. Bu ifadənin qiymətini hesablayın. Deməli, hamısı bir kökün altında yaza bilərik. Çünki kökün dərəcələri hər üçündə eynidir. Birinci 2 tam 4-də 1 edir, 4-də 9. İkinci 9-da 4. Dövrü onluq kəsir olduğu üçün. Üçüncü də %36. Bunlar bir-birini apardı. Burada da qaldı 10-da 6. Bu da edir 0-10-da 6. Cavab B bəndi 0-10-da 6. 73. Standart şəkildə yazılışında qiymətli hissə tərtinə bərabər olan neçə müsbət ədəd var? Biz bilirik ki, standart şəkil A vurulsun 10 üstü idi. A burada 1 ilə 10 arasında olur. Eyni isə nə idi? Z. Tam ədəd. Burada müsbət dediyi üçün qiymətli hissəsinə tərtibinə bərabər olan neçə müsbət ədəd var? A burada 1 ola bilər. 2, 3,
4, 5, 6, 7, 8, 9. Deməli 9 ədəd yaza bilərik bu şəkildə. Cavab oldu C. 74. Tərəfləri 2, 4, 5 nisbətində olan üçbucağın perimetri. Deməli tərəf 2K, B bərabərdir 4K, C bərabərdir 5K. Perimetri bütün tərəflərin cəmi bərabər olduğu üçün onda yazırıq 2K, P bərabərdir 2K, 4K, 5K bərabərdir 66. 11K bərabərdir 66, K bərabərdir 6. Böyük tərəf 5K olduğu üçün 5 vur 6, 30. Yəni cavab 30 olmuş olur. 74-cü sual. Açıq bucağın təpəsindən müxtəlif yarım müstəvilərdə olmaqla çəkilən iki şüa 130 dərəcəli bucağı əmələ gətirir. Şüalardan biri açıq bucağın tənbələni olarsa, digərinin açıq bucağın tərəfi ilə əmələ gətirdiyi kör bucaq neçə dərəcədir? Deməli, açıq bucaq 1-2 180 dərəcəyə bərabər olan bucaqdır. Müxtəlif yarım müstəvilərdə iki şüa deyilsə və biri də perpendikulyar və yaxud da o bucağın tənbələni olduğu üçün 180 tənbələni olsun 90 olur. Diğer isə perpendikulyar olmayacaq. Ümumi bucaq 130 dərəcədir. Onda bura qalır 40 dərəcə. 90 plus 40. Çünki düz bucaq 90 olur. Burada olur 140 dərəcə. 76-cı sual. 80 dərəcəlik qövsünün uzunluğu 12 pi olan çevirənin radiusu neçə santimetrdir? Biz bilirik ki, çevrə qövsünün uzunluğu L qövs bərabərdir pi r alfa böl 180. R radius alfa qövsə uyğun mərkəzi bucağın dərəcə ölçüsüdür. Bu da bərabərdir 12 pi. Burada pi'lər gedir. Alfanın yerinə 80 qoyuruq. Deməli, R vur 80 böl 180 bərabərdir 12-yə. R də bərabərdir. Burada da sıfırları ata bilərik. 18 vur 12 böl 8. Burada da 18 böl 8. 4'ü x çarparsaq 18 böl 2. Burada da qaldı 3. Bu da 27. 9 vur 3 27. Deməli radius oldu 27 santimetr. 77-ci sual. Deməli bu 1 bölünsün 0,4'də A olduğu üçün o 9'da A üstə gəl 1 bölünsün 4'də 2 rəqəm olduğu üçün 99'da 0'a o da elə A eləyir. Bu da 1 böl A'da 9'da eləyir. A'da 9. Bu birisi də olur A'da 99. Bu da ortaq məxrəc A. 9 plus 99 108. Bu kəsrinin qiyməti 127'ye bərabər olduğu üçün buradan da A bərabərdir 108 böl 27. Bu da elədir 4. Cavab oldu 4. 78-ci sual. Qarşılıqlı tərs ədədlərin ədədi ortası 2,6'ya bərabər olarsa, qarşılıqlı tərs ədədlər 1, 2 hasili 1'ə bərabər olan ədədlərdir. Biri x-dir, onda biri 1 böl x-dir. Bunların ədədi ortası da böləcək 2'yə bərabərdir 2,6. X plus 1 böl x bərabərdir 5,2. Hər tərəfini 2'yə vursaq. Bunu da yaza bilərik. X plus 1 böl x bərabərdir 5 plus 5'də 1. Burada da x ya 5 də 1 olur ya da 5 olur. Bizdən kiçik qiymətliyinə görə cavab olur 5'də 1. Yəni 0,2'də yaza bilərik. Və yaxud da kvadrat tənlik kimi də bunu yazmaq olar. Hər tərəfi x-a vursaq x kvadrat çıxsın 5,2 x üstə gəlib 1 bərabərdir 0. Amma bu kvadrat tənlik kimi yazanda daha uzun gedir. Qısa yolu belədir. Bu şəkildə yazmaq olar. 79-cu sual. Ətraflı yazı tələb edən suallara keçirik. Deməli, A və B tərs mütənasib. A və C isə düz mütənasib kəmiyyətlərdir. Cədvələ əsasən n plus n cəmini tapın. Bilirik ki, ədədlər tərs mütənasib olduqda A və B tərs mütənasib olduğu üçün onların hasili bərabər olur. 18 vur 8 bərabərdir
n vur 16. Buradan isə n bərabərdir 9. Aynen C düz mütənasib olduqda isə onların nisbəti sabit kəmiyyət olur. Yəni 18 böl 30 bərabərdir n böl n. Bu da 6x sərgisi 3 böl 5 bərabərdir m də 9'damış. 9 n də bərabər böl n. Buradan isə n bərabərdir 15'ə. M plus n cəmdə olur 15 plus 9 24. Cavab oldu 24. 80-ci sual. Hipotenuzu 65 cm və katitlərindən biri 56 cm olan düzbucaqlı üçbucağın daxilinə çəkmiş çevrənin radisini tapın. Deməli, hipotenuz burada verib 65. Katitlərdən biri 56. Diğer katiti tapmalıyıq. Pifagor teoremine göre yaza bilərik ki, 65'in kvadratı bərabərdir 56'nın kvadratı üstə gəl x kvadrat. Buradan da x kvadrat bərabərdir 65'in kvadratı çıx 56'nın kvadratı. Bunu da yaza bilərik. 65 çıx 56, 65 plus 56. Bu isə bərabərdir 65'dən 56 çıxanda 9. 65'in üstə 56 gəndə isə 121 edir. Buradan da x bərabərdir. Kökün altında olduğu üçün 3 vur 11. Bu da elədi 33. Deməli, radis oldu 33. Onda daxilə çəkmiş çevirənin radisi də bilirik ki, nə olurdu? R bərabərdir. Katitlərin cəmi 56 üstə gəl 33 çıx 65 böl 2. Deməli, buradan isə alırıq bərabərdir. 89 çıx 65 böl 2. Bu da edir 24 böl 2. Bu da elədi 12. Deməli, daxilə çəkmiş çevirən radisi 12'ye bərabər olmuş oldu. 81. X-in neçə tam qiymətində 24 çıx x bölünsün 2x kvadrat çıx 7x plus 3 kəsrinin qiyməti tam ədəddir. Deməli, bərabərdir. Yuxarıdan 12 mötərizə xaricinə çıxarsa, qalır 2x çıx 1. Aşağını vuruqları arsaq, alt atı 2x, x, 3, 1. Yəni 1, 3 olacaq. Onda olacaq 2x çıx 1, x çıx 3. 2x 1'ə gedəndə qalır 12 bölünsün. 12 bölünsün. X minus 3. İndi x-in neçə tam qiymətində kəsrin qiyməti tam ədəddir. Burada 12'nin bölənləri nə olur? Yəni x minus 3 bir dəfə olacaq 1. X minus bir dəfə olacaq mənfi 1. X minus 3 olacaq 2. Bir dəfə də mənfi 2. X minus 3 olacaq 3. Bir dəfə də mənfi 3. Deməli 1, 2, 3, 4, 5, 6. Sonra x minus 3 olacaq 4. X minus 3 olacaq mənfi 4. 12'nin bölənlərini tapıb 2'yə vuracaq. Çünki mənfi müsbət ola bilər. X minus 3 6. X minus 3 mənfi 6. X minus 3 12. X minus 3 mənfi 12 olacaq. Burada sadəcə x-in x minus 3 qiymətlərini tapdıq. 1 mənfi 1, 2 mənfi 2, 3 mənfi 3, 4, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. 12 tam qiymətində kəsrin qiyməti tam olmuş olacaq. Növbəti sual. 82-ci sualda isə çevrənin BF və YS vətərləri D nöqtəsində kəskir. BF 6, 7, 12, BD AC 16. Olarsa şəkildə sizin AB toxunanın uzunluğunu tapın. Əgər bura x desək, iki vətər arasındakı münasibətə görə nə yaza bilərik? 12 vur x bərabərdir 6 vur 16. Buradan da x bərabərdir 8. X-i tapdıq 8. Onda AB kvadrat bərabərdir. Kəsənin xaricdə qalan hissəsi AC vurulsun bütöv hissə AY. AC bizdə 16'dır. AY isə 16 üstə gəl 8, 24, bu da 12, 36.
Onda AB bərabərdir 4 vur 6 24. Cavab oldu 24. 83-cü sual. 83-cü sualda isə bu A-nı kökün altına salsaq, A kvadrat vurulsun A. Kökün altında B kvadrat vurulsun B. Aşağıda kökdə A çıx, kökdə B. Çıxılsın yenə eyni qaydada. A-nı kökün altına salsaq, kök altda A kvadrat, kök altda A kvadrat B. Üstə kök altında B kvadrat A. Kökdə A üstə kökdə B. Bərabər. Yuxarıdakı idi, deməli kökün altında A kub çıx, B kub. Aşağıda isə kökdə A çıx, kökdə B çıxılsın. Burada kökün altında A, B-ni çıxarsa, qalır kökdə A, üstə kökdə B. Bölünsün. Kökdə A plus kökdə B. Bunlar təbii ki, burada nə olmuş olar? İxtisar getmiş olar. Bərabərdir. Bunu əvvəlki vəziyyətinə qayıdaq. Elə A kökdə A olaraq qalsın. Buradan davam elətdik. Bərabərdir. Deməli, burada qaldı. Bunu əvvəlki halında yazsaq elə A kökdə çıx B kökdə B. Bölünsün kökdə A çıx kökdə B. Çıxılsın kök altında AB. İndi ortaq məxrəc kimi kökdə A çıx kökdə B-ni çıxarsaq və bura vursaq. A kökdə A, B kökdə B. A-nı kökdə AB-yə vursaq, o deyir, elə A kökdə B. Gəl, mənfi kökdə B-ni də buna vursaq, eləcək B kökdə A. Bu da bərabərdir. Deməli, bu ikisini bir qruplaşdırsa, buradan çıxar. A vurulsun kökdə A çıx kökdə B. Bu ikisini də bir qruplaşdırsa, buradan da B-ni çıxarsaq, yenə kökdə A çıx kökdə B almış olaraq. Aşağıda da kökdə A çıx kökdə B. Sonra yuxarıdan orta vuruq kimi kökdə A çıx kökdə B-ni çıxarsaq, içəridə qalır A plus B. Aşağıda da kökdə A çıx kökdə B. Bunlar da ixtisar gedəndə qalır A plus B. Cavab oldu A plus B. 84-cü sual. Deməli, kökləri x1 və x2 kvadrat tənli verib, 1 bölü x1 və 1 bölü x2 olan kvadrat tənliyi yazın. Bunun üçün birinci x1 plus x2 Viet teoreminə görə olur 6. x1 vur x2 o da bərabərdir 2. İndi kökləri bu olan tənliyi yazmaq üçün birinci bunların cəmini tapmalıyıq. x1, x2, x1 plus x2. Dedi 6 bölü 2. Cavab oldu 3. İndi bir də bunların hasını tapıb. 1 bölü x1, 1 bölü x2. 1 bölünsün x1 vur x2. O da bərabərdir 2-də 1. Deməli, topladıq. Oldu x1, x2, x1 plus x2. Cəmi 6, hasilə də 2 olsun. Cavab oldu 3. İndi kvadrat tənində deməli, cəmi 3 hasil olanda x kvadrat. Bunların cəmi 3 tapmışıq. Yazırıq. 3 yıxır. Üstə 2-də 1. Bərabərdir 0. Bunu da hər tərəfini 2-yə vursaq. 2x kvadrat çıx 6x üstə 1 bərabərdir 0 almış olaraq. Bunu birbaşa da yaza bilərdik. Kökləri x1 və x2 olan kvadrat tənə veribsə, bunların tərsi olan, köklərin tərsi olan kvadrat tənli olduqda A ilə S-nin yerini dəyişir. Yəni, birbaşa 2-ni buraya gətirib, burada da 1-dir, bir də keçir onun yerini. Yəni, 2x kvadrat 6x üstə 1 bərabərdir 0 birbaşa yaza bilərdik. Gəldik sonuncu sual. 85-ci sual. Deməli,
350 nəfər kənd əhalisinin 64%-i Azərsel və ya Baksel nömrələrindən istifadə edir. Onların 152 nəfəri Azərsel, 96 nəfəri Baksel nömrələrindən istifadə edir. Hər iki operatorun nömrəsindən istifadə edənlərin neçəsi Baksel nömrəsindən imtina etməlidir ki, yalnız Azərsel nömrəsindən istifadə edənlərin sayı Baksel nömrəsindən istifadə edənlərin sayından 2 dəfə çox olsun. Birinci 350-nin 64%-ni tapırıq. 350 vur 64 böl 100. Bu da bərabərdir. 35 vur 64 böl 10. Bunu da 10 eksi 5 qalsa burada 7 vur 64 böl 2. 7 vur 32. 224. Deməli 224 nəfər Azərsel və ya Baksel nömrələrindən istifadə edir. İndi onların 152 nəfəri, deməli burada diaqram qurmalıyıq. Azərsel, Baksel. 152 nəfəri Azərsel, 96 nəfəri Baksel. Deməli ümumi olaraq burada A birləşir B bərabərdir 224. NA oldu Azərseldən 152 nəfər. MB Bakseldən istifadə edən 96 nəfər. Biz tapmalıyıq kəsişmədə nə qədər var? Kəsişmədə də bilir ki, NA birləşir B. NA üstə gəl MB çıxılsın A ilə B-nin kəsişməsi. Bunları da yerinə qoyanda 224 bərabərdir 152 üstə gəl 96 çıxılsın A ilə B-nin kəsişməsi. Buradan isə N, A ilə B-nin kəsişməsi alırıq 24 nəfər. İndi burada 24 nəfər var. Onda 152-dən 24 çıxsaq, qala burada ancaq Azərseldən istifadə edən 128 nəfər. Sonra 96-dan da 24 çıxsaq, 72 nəfər də yalnız Bakseldən istifadə edir. İndi deyir ki, hər iki nömrədən, hər iki operator nömrəsini istifadə edənlərin neçəsi Bakseldən imtina etməlidir ki, yalnız Azərsel nömrəsindən istifadə edən sayı yalnız Baksel nömrəsindən istifadə edənlərin sayının 2 dəfə çox olsun. Yəni buna dəymir, bu qalır. Bunun 2 mislini tapırıq. 72 vur 2 bərabərdir. 128-in üzərinə biz nə gəlməli? X sayda adam gəlməli ki, biz tapaq nə olur? Buradan da 144 bərabərdir. 128 üstə gəl X. X də bərabər neçə olur? 16. Deməli, 16 nəfər imtina eləməlidir, keçməlidir bu tərəfə ki, buradakı sayı 144 olanda bunun yalnız Azərseldən istifadə edənlərin sayı, yalnız Bakseldən istifadə edən sayının 2 dəfə çox olmuş olur. Çünki burada 144 nəfər olmalı ki, bunun 2 dəfə çox olsun. Cavab olur 16. Beləcə sualların izahını vermiş olduq. Diqqətiniz üçün təşəkkür edirik. Çox sağ olun. Belə videoların davamı olması üçün kanala abunə olmağınız xahiş olunur. Diqqətiniz üçün sağ olun. Allah'a emanet olun.